Disk yırtığı əməliyyatssız keçib gedə bilər. Gəlin bir araşdırma üzərində danışaq. Disk yırtığı diaqnozu qoyulan insanların çoxu birinci olaraq əməliyyat fikirləşir. Bəs bilirdinizmi ki, yırtığı öz-özünə geriləyə bilir? Disk yırtıqlarının 4 halı. Birinci olaraq qabarma, yəni diskin səviyyəsinin, disk hündürlüyünün səviyyəsinin çökməsi və rənginin qaralması. Bu %13% hallarda geriyə doğru soğula bilir. Protruzya. Disk mötəviyyatının kapsulun içərisində qalması, amma xarici səthin elastik olması bu protruzya deyil. %41% ilə protruzyaların soğulma ehtimalı var bu elmi araşdırma. Üçüncü olaraq ekstrüdə dediyimiz bir yırtıq var ki, diskin mötəviyyatının kapsulun içərisindən çölə doğru yırtılması və axması sırda yırtıq %70 hallarda soğula bilir. Və ən axırıncı sekvestr olunmuş böyük ölçülü yırtıqlar. Bəzən pasientlərimiz gəlir ki, sekvestr yırtıqda 10 millik kanalı tutub. Biz əslində burada baxırıq, sekvestr yırtığı nə olduğunu deyim. Sekvestr yırtığı diskin mötəviyyatının kanala qoparaq düşməsi. Bu da %96 hallarda soğulma. Bəs yaxşı, sekvestr və ekstrüdə yırtıqların soğulma faizi niyə belə ibarətdir? Buradan çıxan mötəviyyatları vücud xarici cisim kimi qəbul edir və buna uyğun şəkildə soğulması üçün iltihabi mexanizmalar işin içərisində gəlir və yavaş-yavaş soğura bilir. Əgər sizdə disk yırtığı varsa, panik etməyin. Hər bir halda əməliyyata ehtiyac olmaya bilər. Düzgün diaqnoz, düzgün fizioterapiya, düzgün müalicə, düzgün həyat tərzi ilə vücudunuzun özünü yeniləmə mexanizması işə qoşaraq sağalmaq mümkün. Özünüzə yaxşı baxın, sağ olun qalın.